Maranello, Ferrari'nin doğulduğu şəhər. Bugün maşın xəstəsi dostumla ora gedirik. İlkin olaraq Milandan, Qatardan Modena şəhərinə getdik. Maranello'ya bir dəfəlik gedən bir qatar yox idi. Oradan da avtobusdan artıq gəldik, çatdıq bura. Artıq hər yer qırmızılaşmağa başlayır. Özündən də göründüyü kimi ekstra həyecanlıdır. Burada da gəldik, çatdıq artıq Ferrari'nin fabriki olan hissəyə. Buradan da gedirik artıq şəhərin içinə. Şəhərin hər yerində Ferrari yazısını görmək olar. Yəni demək olar ki, hər yerdə idi. Oradan da artıq gəldik, çatdıq Ferrari'nin muzeyi olduğu yerə. Tələbə indirimi olduğu üçün cəmsi 22 euro ödədik hərəmiz. Muzeyin resepsiyonu belə görünürdü, çox gözəl idi və artıq ondan sonra içəri getdik. İlkin olaraq belə sökük halda maşınlar var idi, sonra artıq tam formada. Burada artıq dostum şoka düşməyə başlamışdı. Onun maşınlara reaksiyası çox gülməlidir. Burada da maşınları oğlanların çəkdiyi kimi çəkməyə çalışıram və yenə başladı. Yenə qəribə reaksiyalar. Mənim üçün sadəcə maşındırlar yəni. Amma bəzi insanlar üçün belə deyil. Bu videoları maşın həvəskarları üçün qoyuram. Ferrari Monza SP2. 90 stradali. Minastıcılar. Sonra giririk muzeyin ən məşhur otaqlarından birinə. Burada deməli bu maşınlar formulada istifadə olunub və çoxunda iştirak edənlər çempion olublar. Gedirik muzeyin digər hissəsinə. Burada o qədər də maşın yox idi. Əsas maşınlar birincidə idi. Deməli Ferrari muzeyi mən bəyəndim. Yarım saat sonra elə bir şey yaşayacağıq ki, hələ xəbərimiz yoxdur. Biz elə bilirdik ki, icazə yoxdur, amma icazə var imiş. İndi ora gedirik və birdən-birə mən Ferrari'dəyəm. Dostumun ən böyük arzularından biri idi Maranello'da Ferrari sürmək və mən də oradayam. Çox maraqlıydı. Mənim biraz sürət qorxum var, amma yenə də çox maraqlıydı. Burada da deyəsən uçurduq. Evet, tam İtaliya vibe'ları aldığım bir küçəyə girdik. Bu ümumiyyətlə Reels'daki videolara oxşuyurdu. Bununla da videonu tamamlayıram. İzlədiyinizə görə çox sağ olun. Hamıya qismət olsun.